Kişi olsa qaldıraram səni, yerə çırparam, ayağımın altına alaram. Çox Wi-Fi-niz var. Mən dedim ki, bəli var. Dedim ki, internetə qoşulmaq olar. Dedim, yox. Sizin üçün nə fərq edir? Mən interneti indi açdım. Ay xan, düşün də zəhmət olmasa. Düşün? Bəli, düşün. Düşmürəm. Bura qədər nə yapacağam? Xeyr, mən ünvanı tamamlamaq istəmirəm, sonlandırmaq istəmirəm. Ədəbsiz danışmaq lazım deyil. Yaxşı deyirəm. Səhv eləyirsiniz. Yaxşı. Qadın xeyli haqsız, artıq həysiz söz demək istəmirəm. Ay bu qadın xeyli söz mənə çatmır da. Siz- Kişi olsa nə dəyişəcək var? Kişi olsa qaldıraram səni, yerə çırparam, ayağımın altına alaram. Çox qorxdum. Ağlayacam da qaqam. Amma qadın xeyli olduğunuza görə buna əl verə bilmirəm, eləyə bilmirəm. Ağlayayım indi. Yəni, bir qadının kişi ilə bu formada danışmağı həqiqətən nə qadına yaraşır, nə də millətin hansısa da bir fərdinə yaraşır. Əxlaq həqiqətən insanda gözəl bir şeydir. Həqiqətən çox gözəl bir şeydir ya əxlaq. Allah hər kəsə əxlaq nəsib eləsin. Hər bir şəxsə, hər bir kəsə.